İnsanlar özünü ifadə edə bilməyəndə sözlər və yaxud bacarmayanda bunu musiqi ilə, bunu incəsənətlə, rəsmlə, məsələn, psixoloqlar məsələn rəsmə baxıb necə başa düşürlər ki, uşağın keçirdiyi o məsələləri, yəni vəziyyəti necə anlayırlar çəkdikləri şəkildə. Çünki uşaqlar məhz o daxili emosiyalarına, özlərinin o aqressiv və sair məsələlərini məhz bu vasitəsilə həyata keçirə bilərlər və bunlar artıq uşaqların o davranışlarına, həmin o hiperaktiv dediyimiz və yaxud emosiyaların daha aşağı enməsinə kömək edir ki, və bunu da valideynlər olaraq biz belə deyək də başa düşməliyik. Çünki biz özümüz də valideynik, başa düşməliyik ki, əgər uşaq həqiqətən də bir musiqi ilə məşğul olmaq istəyirsə, biz ona deyə bilməliyik, yox, bu nə bilim gəlirli sahə deyil, sən ora getmə və s. Əslində elə deyil, bəli. Məsələn, tutaq ki, mənim övladım da deyirdi ki, elə 10-cu sinifdə oxuyanda mən musiqi bəstələmək istəyirəm. Mən ona demirdim ki, yox, olmaz, nə bilim, bu gəlirli sahə deyil. Mən dedim, bu ola bilər, bu sənin hobbin ola bilər, amma sən əsas bir işi qur və bu sənin bir hobbin olsun. Siz də əsas iş kimi yanaşmamısınız. Yəni bilirsin necə, yenə deyirəm də, əsas iş kimi ola bilər ki, gələcəkdə olsun. Musiqi bəstələmə elə bir şeydir ki, onun yaş bir limiti yoxdur da. Amma indiki hal üçün deyirdim ki, ən əsas heç olması bir işin olsun. Mən düşünürəm ki, maarifləndirmə şeyi çox önəmlidir ki, məhz biz böyüklər olaraq, valideynlər olaraq anlayaq ki, incəsənət əslində sizin uşaqlarınızın həm davranışlarını, həm emosional durumunu, vəziyyətini, həm akademik nailiyyətlərə təsir edən bir fənlərdir